Nə düşünürsən? Bu AI gün gələcək, artıq biz deyəcəyik, okey, AI versin, biz də prosta breakdown-a girək, bir optimizasiya eləyək və s. belə. Sən əgər breakdown-a girib optimizasiya edirsənsə, onu da eləyən Hələ onlar yavaş eləyirlər. 10 dilində yaylar var artıq. Bura belə yanaşmaq lazımdır. Çox yaxşı bir rəqəmsalçıdan AI yaxşı reklam vermir günümüzdə. Amma bu demək deyil ki, də yaxşı verməyəcək. Ortalama rəqəmdən götürmək lazımdır. Statistikada ortalama deyə, yəni average götürsək biz, mənə görə indi olmaya bilər, amma gələcəkdə istərsiniz, çünki AI-yı öyrədən machine learning-lə öyrənir, maşın öyrədilməsindən. O məlumatları kim daxil edir? Biz daxil edirik və daxil edənlərdə heç də junior və yaxud da ki, təzə başlayanlar deyirlər. Hansı ki, seniorlar bu məlumatları daxil edir, işlənmiş və sübut olunmuş bir məntiqlər ki, məsələn, gülərüz bir şəxs olduğu zaman, məsələn, daha yaxşı bir engagement tutaq ki, əldə edə bilərsən. Onun üçün gülərüzdən istifadə olunsun, gülərüz şəxslərdən istifadə olunsun. Çünki platforma bunu daha çox tələb edir. Bunun kimi məlumatlar hansı ki, hər şey doğrudur və bu adamın yanlış eləmə ehtimalı yoxdur. Yəni bu AI-dan gedir söhbət. Bir super bilən rəqəmsalçıdan yaxşı deyil AI, amma ortalama rəqəm götürür, çünki junior da reklam verir, senior da reklam verir, spesialist da reklam verir. Ortalama rəqəmi götürüb onların nəticəsinin ortalamasını çıxaranda AI bizdən təbii ki, yaxşı olacaq irəliləyən hissələr də. 2026 mən